Salam dəyərli izləyicilər, xoş gördük. Bu günləri mən sizlərə AliExpress saytından Azərbaycana 2025-ci ildə necə sifariş edə bilərik, bunun haqqında danışacağam. İnanıram ki, sizlər üçün faydalı bir video olacaqdır. Bir çox izləyicilərim mənə yazmışdılar ki, Əli bəy, AliExpress-də 2025-ci ildə qaydalar dəyişib, sifariş qaydası. Bundan öncə də xatırlatma edirəm ki, kanalımda mən AliExpress-dən sifariş barəsində videolar paylaşmışam. Hətta telefon sifariş etməyi belə öyrətmişəm. Yəni izləməyənlər varsa, keçib izləyə bilərlər yuxarıdakı kartlardan. Nəzərinizə çatdırım ki, 2025-ci ildə bəzi tətbiqdə dəyişikliklər olmuşdur, yeniləmələr gəlmişdir. Bu yeniləmələr əsasən nədən ibarətdir? Bunun haqqında qısa məlumat verim. Nəzərinizə çatdırım ki, dəyərli dostlar, AliExpress-də öncədən belə deyək, pasport doğrulanması falan istəmirdi. İndi hal-hazırda pasport doğrulaması gəlib, amma insanların əksəriyyəti elə bilir ki, o pasport doğrulaması Azərbaycan vətəndaşına aiddir. Nəzərinizə çatdırım ki, o Rusiya vətəndaşları üçündür. Yəni Azərbaycan orada vəsiqəsi istəmir bizdən, özümüz də yoxlasaq. Yəni o kimi nüanslara ehtiyac yoxdur. Əlavə olaraq bir dənə telefon nömrəsi təsdiqləyə bilərik. Yəni qeydiyyatdan keçən zaman bu haqda belə deyək, sizdən təsdiqləmə istəyə bilər. Videonun irəliləyən dəqiqələrində mən sizlərə AliExpress-dən necə rahat bir şəkildə sifariş etmək olar, onun qaydasını öyrətmişəm. Nəzərinizə çatdırım ki, videonu mütləq sona kimi izləyin. Hər hansı bir qaçıracağınız detal sizin sifariş zamanı problemlə qarşılaşmanız səbəb ola bilər, dəyərli izləyicilərim. Və dostlar, kanalıma abunə deyilsinizsə, aşağıdan mütləq kanalıma abunə olmağı, videonu bəyənməyi və bu haqqda məlumat olmayan dostlarınızla videonun linkini aşağıdan kopyalayıb dostlarınızla da bölüşməyi unutmayın. İndi isə sizin çox vaxtınızı almadan keçək videoya. Deməli, dəyərli izləyicilər, AliExpress saytından sifariş etmək üçün gördüyünüz bu tətbiqi App Store və yaxud da Play Store internet mağazasına daxil olub yükləməlisiniz. Yüklədikdən sonra daxil oluruq. Daxil olduqdan sonra artıq qarşımıza məhsullar çıxır. Biz burada account bölməsinə gəlirik və sign in vururuq. Sign in vurduqdan sonra burada indi mənim mövcud hesabım görünür, amma sizdə bu səhifə açılacaq. Login in Anauda. Yəni ki, başqa bir hesabla daxil olmaq. Siz burada istənilən Google, iCloud, Mail, Classic, Yahoo, nə bilim, digər belə deyək platformalarla daxil ola bilərsiniz. Yəni burada daxil olduqdan sonra indi mən sizə göstərəcəm və növbəti proseslərdə nələr etmək lazımdır, mən sizə deyəcəm. Dəyərli izləyicilər, hal-hazırda hesabımız açıldı və bizdən burada əsas lazım olan, deməli, hansı nüanslardır, onları göstərəcəm. Settings bölməsində aşağıda dil sizə hansı uyğundursa onu seçə bilərsiniz. Mən ingilis dili üzərindən göstərəcəm. Aşağıda Azərbaycan manatı seçirik məhsulları tapmaq üçün. İndi hal-hazırda biz deməli, sifariş qaydasına keçəcəm. Sifarişi necə edə bilərik, hansı nüanslara diqqət yetirməliyik, bunları sizə deyəcəm. Axtarış bölməsinə istədiyimiz bir məhsulu yaza bilərik. Məsələn, yazıram ki, Redmi Note 8 Screen. Axtarışa verirəm və qarşıma bir çox, belə deyək, məhsullar çıxır. Redmi Note 8-in ekranını axtarışa verdim. Məsələn, sifariş verməmişdən qabaq nələrə diqqət eləyə bilərik? Gördüyünüz kimi sold sifariş saydı 1713 nəfər məsələn bu məhsulu sifariş eləyib. Bu da o deməkdir ki, insanlar tərəfindən bəyənilib və keyfiyyətli bir məhsul olduğu qeydə alınıb. 5 ulduz verənlərin də sayı çoxdur. Digər ulduzlar verənlər də var. Bunlar 5 ulduz verənlərdir, hansı ki, məhsulları alıblar. Aşağıda da istifadəçi rəylərindən baxa bilərik. Əlavə məhsul haqqında məlumatlara isə yuxarıda qalxırıq. Burada description bölməsi var və description bölməsindən gördüyünüz kimi məhsul haqqında məlumatlar yazılıb, ölçüləri və s. necə gəlir, sertifikatı varmı, yoxmu, bu haqqda məlumatlar qeyd olunub. Burada məhsulumuzun növünü seçə bilərik. Məsələn, ekran çərçivəli olsunmu, olmasınmı? Qiymətlərində gördüyünüz kimi fərqlər də var. Məsələn, sifariş etmək istəyirik və yaxud da kart atmaq istəyiriksə, add to cart eləyirik. Add to cart etdikdən sonra artıq bizim səbətimizə düşdü. Və aşağıda diqqət etməli bir nüans var. Bəzi məhsullar burada çatdırılması free olur. 7 manat 90 qəpik gördüyünüz kimi bunun çatdırma puludur. Yəni ki, 38 manat 48 qəpik eləyir yekun olaraq və nəzərinizə çatdırım ki, 500 qrama qədər də 1 manat 40 qəpik poçta ödəniş eləyirsiniz. Checkout deyirik sifariş etmək üçün və gözləyirik. Gördüyünüz kimi açıldı səhifəmiz və burada last name yerinə Ali Qasimzadə, phone number bölməsinə isə buradan biz Azərbaycan seçirik. İndi mən sizə deyəcəm. Home adres yerinə isə biz buradan Baku seçəcəyik. Delivery adres yerinə Baku. Baku seçdik. Continue vurduq. Continue. Aha, gördüyünüz kimi açıldı. Burada əsas bizə lazım olan məqam zip koddur. Mən öz zip kodumu yazıram bura. Bura biz deməli street yerinə yazıram ki, məsələn, Yasamal rayon, Nazim Hikmət küçəsi və yaxud da street.
house yerinə evimizin nömrəsini yaza bilərik, amma nəzərinizə çatdırım ki, məhsul poçta çatdırılacaq. Çox da önəmli deyil. Burada özünüzdən bir şeylər ata bilərsiniz. Məsələn, blok 1, apartment yerinə isə məsələn mənzil 3. Belə bir şey. Hazırdır deyirik və save vururuq. Gördüyünüz kimi artıq bizim məhsulumuzun adresi təyin olundu, hara gələcəyi və burada phone number bölməsinə isə nömrəmizi yazırıq. Məsələn, 90 900 90 90 belə bir nömrə yazıb save deyirik. Özümüzdən nümunə üçün göstərmək üçün. Və pay now bölməsi var burada və burada istəsək kartımızın nömrəsi yaddaşda qalmasını deyinəm. Kart number bölməsindən biz şəxsi kartımızın üzərində olan 16 rəqəmli kodu, son bitmə tarixi, CVV və save this kart bölməsini istəsək aktivləşdirə də bilərik, istəsək söndürə də bilərik. Bu o deməkdir ki, kartımız yaddaşda qalsın ya yox. Buradakı bu quş işarəsini götürüb pay now vururuq və artıq belə deyək, məhsulun ödənişi kartımızdan çıxır. Nəzərinizə çatdırım ki, Kapital Bank istifadəçilərinin əksəriyyətinə deyirlər ki, komissiya tutur müəyyən bir məbləğdə, o da bankla əlaqəlidir. Amma mən ABB-də yoxlamışam, ABB-dən yəni komissiya tutmayıbdı. Nəzərinizə bunu da çatdırım. Bəyannamə söhbəti isə dostlar, xırda bir məhsul alırsınızsa bəyannaməyə ehtiyac yoxdur, amma çox bahalı elektronika əşyası, telefon, kompüter, nə bilim, bahalı elektronikadır, bahalı hər hansı bir məhsuldursa da onu mütləq bəyan eləyin ki, gömrükdə problem yaranmasın. Amma xırda belə deyək 5-10 manatlıq, 20 manatlıq, belə də nə bilim 40 manatlıq, 30 manatlıq məhsullara ehtiyac yoxdur. 100 manatdan yuxarı məhsullardırsa da və sairədirsə da belə deyək bəyannaməyə tövsiyə edirəm ki, sonra problem yaranmasın. Bəyannamə isə burada izləmə kodu veriləcək, hansı ki, sifariş verildikdən sonra indi onu da göstərim sizə. Account bölməsinə gəlirik. Orders bölməsinə gələcək. Burada sizin məhsulunuz düşəcək və onun tracking ID-si olacaq. Tracking ID-ni kopyalayacaqsınız. Kopyaladıqdan sonra gələcəksiniz deməli Smart Custom-a. Smart Custom-ımız hardadır? Tapa bilmədim. Axtarışa Smart Customs yazıram. İndi mən daxil olum. Smart Custom-a daxil olduqdan sonra elektron ticarət. Smart Custom-a daxil olduqdan sonra aşağıda plus işarəsi var. Ona vurub davam edəcəyik. Davam etdikdən sonra izləmə kodumuzu AliExpress-dən kopyalayıb gətirib buraya yapışdıracağıq. Atıram bura mən özümdən kod yazacağam. Məsələn AZ 890 789. Bağlamanı gətirəm poçt və daşıyıcı şirkət yerinə. Deməli Azərpoçt seçəcəyik. Göndərən ölkə Çin. Satıcı AliExpress və irəli vururuq. Daha sonra əlavə etdirik. Malın daxil olduğu qrup. Məsələn, bahalı bir elektronika almışıqsa elektronika, alt qrup isə nədirsə onu qeyd edirsiniz. Mən digər qeyd edirəm indi. Invoice dəyərinə atıram. Tutalım $200 bir məhsul almışsınız. Bunu yazırsınız. ABŞ dolları qeyd edirsiniz. Daşınma xərci isə az öncə sizə göstərmişdim hansı ki, burada delivery 7.90 yazılıb. 7.90-ı da biz yazacağıq dollarla. Məsələn, çatdırma pulu 7.90-dırsa da əgər sizdə başqa bir rəqəm də ola bilər. 7.90-ı böləcəyik 1.7-yə 4.64 olacaq. 4.64-ü də bura qeyd eləyib. Deməli, miqdarı da nə qədərsə onu yazırıq və irəli vururuq. İrəli vurduqdan sonra bəyannamədə yanlış məlumatların olmamasını qeyd edirik və təsdiqləyirik və beləliklə sizin bəyannaməniz qəbul olunur. Dəyərli izləyicilər, indi mən bunu silim. Bəyannamə qaydamız da belədir. Məhsulun çatdırılma müddəti hardasa 20-30 gün arasındadır. Gecikmə halları da ola bilər. Bunu da nəzərə alın, amma tez gəlmə ehtimalı da çoxdur. Bu aralar AliExpress-dən məhsullar tez gələ bilir. Məsələn, 12 gün, 14 gün arasında məhsullar gəlir. Məhsul poçta daxil olduqdan sonra sizə Azərpoçtdan SMS gələcək ki, filan nömrəli bağlamanız filan saylı poçt ünvanına gəlmişdir. Gəlib təhvil alın. Gəlib təhvil alan zaman isə siz vəsiqənizi verirsiniz və vəsiqənizlə məhsulunuzu təhvil alıb yarım kiloya kimi 1.40-dır, yəni 1 manat qəpikdə poçtumuza ödəniş eləyib məhsulumuzu alırıq. Nəzərinizə çatdırım ki, məsləhət görərdim ki, məhsul alanda onu da göstərim sizə. Daha çox, deməli, məsələn, bura iPhone IP13 case yazaq. Mən sizə indi göstərəcəm. Əsasən, çatdırma pulsuz olanları sifariş edin ki, sərf eləsin. Çünki poçta da pul verirsiniz, məhsulun da pulu var. Plus AliExpress-in öz daşınma pulunu da ödəsəz, sizə sərf eləməyəcək. Yuxarıda gördüyünüz kimi free shipping bölməsi var. Bunu aktivləşdiririk. Əgər bu yoxdursa, sağ tərəfdə sağa və sola belə çəkic işarəsi var. Axtarış bölməsinin altında. Buna vururuq. Burada free bölməsi var. Bunu seçirik. Show products deyirik və gördüyünüz kimi case'lər
hansılar ki pulsuz çatdırılma təmin edir, onlar çıxır. Məsələn, 7 manat 98 qəpikdir bunun qiyməti. Düzdür, bunda indi pullu göstərir, amma ki belə deyək, məsələn bu pulsuzdur. Gördüyünüz kimi aşağıda Post Office free yazıb. Yəni poçta çatdırılma pulsuz, postdan təhvil alanda sadəcə 1 manat qəpik ödəyəcəksiniz. Bu qədər dostlarım. İnanıram ki, qaranlıq qalan bir məqam qalmadı. Hər bir şey sizə aydın izah olundu. Mənə dəstək olmaq üçün mütləq kanalımıza abunə olun. Təşəkkürlər. Və dəyərli izləyicilərim, daha bir videonun sonuna gəldik çatdıq. İnanıram ki, hər biriniz üçün faydalı bir video olmuşdur. Aşağıdan əgər kanalıma abunə deyilsinizsə, mütləq kanalıma abunə olmağı, videonu bəyənməyi və bilməyən dostlarım varsa, videonun linkini aşağıdan kopyalayıb onlarla da bölüşməyi unutma. Özünüzə çox yaxşı baxın. Gələcək videolarda görüşənədək hələlik.